Amma unutmayaq ki, çempionat uzun marafon olsa da burada bəzən olur ki, mövsüm sonunda, mövsümün əvvəlində itirdiyi xallar sənə hava su kimi lazım olur. Və əlbəttə ki, Roman Qriqaçuk da ağlın bir ikincində Avropa Liqası öz yerində qalmaqla yanaşı bu maçı da düşünür. Artıq komandalar meydançaya daxil olar. Centerdə isə ağ rəngli geyinmədəli kapitanlar Nizami Hacıyev və Rafael Santos artıq heyətlərin vaxtı çatıb. Start 11-liyi meydan sahibləri Qəbələdən başlaya bilərik. Qapıda 22 Dmitri Bizatoslu nömrə üzrə gedək, sonra taktik sxemləri incələyər Yaslan Kərimov. 4 Elvin Camalov, 7 Nika Kvekveskili, 9 Sergey Zinyov, 11 Asif Məmmədov, 15 Vitaliy Verlidov, 17 Məhəmməd Mirzəbəyev, 19 Filip Azoviç, 34 Ürfan Abbasov, 44 komandanın kapitanı Rafael Santos, Rafa Santos və 88 nömrəli futbolçu Teylur Mütəllimov, baş məşqçi Roman Qriqaçuk oyunu Rauf Cabbarov idarə edir. Sonra xət hakimləri, köməkçiləri, yəni Nahid Əliyev, Niyazəmir Əslanov, əlavə köməkçi hakimlər Fariz Yusufov, Rəvan Həmzazadə və ehtiyat hakim 4-cü hakim rəsmən sayılan Namiq Hüseynov yardımçılıq eləyirlər. Rafa nümayəndəsi Məmməd Əli Məmmədovdur və hakim inspektor da çox uzun müddət bundan əvvəl olmadan, yəni bir neçə il bundan əvvəl özü elə bu arenada oyunlar idarə eləmiş və digər arenada idarə eləmiş Vüsal Əliyev və qonaqlar, nominal qonaqlar bugün üçün əslində ikincidə Inter meydan sahib olmaydı, amma klubun qarşılıqlı razılaşmasından sonra Qəbələ öz rəqibini qəbul edir. Inter qapıda 1 Səlahət Ağayev, 8 Nizami Hacıyev, 11 Rauf Əliyev, 14 Zurab Kizanişvili, 15 Ruslan Abbasov, 17 Abbas Hüseynov, 22 nömrə futbolçu İlkin Qırtımov, 27 Adrian Skarlatak, 24 Fuat Bayramov, 33 Tərlan Quliyev və 55 Ağabala Ramazanov kapitan Nizami Hacıyev, baş məşqçi Zaur Svanaz. 2 Qəbələnin topa ilk toxunuşunu eləyən futbolcu dərhal başladı. Yerdən ötürmə Kvekveski, yerdən Zinyova. Sol cinahda Asif Məmmədov oynayır. Teylur Mütəllimov yarı müdafiənin sağındadır. Zinyov yaxşı hərəkətlə keçdi. Xizanişvili dərhal təhlükəli hücum yarana bilər. Zinyov özü gedir. Zərbəsi müdafiəçilərdən qayıtdı. Konkret olaraq Abbas Hüseynovdan. Orada 5 nəfər düz xətt üzrə düzülüb. Daxil oldu cərimə meydançasına. Ötürülən top burada Skarlataki. Toxundu topa və top qapının üstündən keçir. Bu cür ötürmələr həmişə çox təhlükəlidir. Doğma klubu yer vermir bizə. İndi qayıdıb komandaya. O da qayıdıb bir neçə digər futbolçunu da yenidən geri qaytarıb icarədən Qəbələ. Ona görə oynasın öz şansı var. İndi yaxşı imkanı var Teylur Mütəllimovun, çıxdı orada. Olduğu halda meydanın mərkəzindən İlkin Qırtımovla mübarizə aparırdı. Yəni, bu biraz daha topun olduğu istiqamətə yönəlmiş bir müdafiəçilər idi. Lildə vurduğu qol da müəyyən mənada bu güvənin doğrulması deməkdir, amma müdafiəçi işi tamam başqa şeydir. Azoviç yerə toxunuş orada. Çox təhlükəli bir epizod. İstədiyi kimi alınmamışdı. Bu Qəbələnin bir qədər əvvəlki epizodun təkrarı. Azoviçin qapı qarşısına göndərdiyi top fikir verir, yarım addım deyərdim ki, bəlkə də orada Zinyova çatmadı, Səlahət çıxar. Burada az qala kəsmişdi bütün komandanı, amma Ürfan Abbasov bu səhvin yalaşmasına imkan vermədi. Asif Məmmədov cərimə meydançasına yaxşı ötürmə alına bilər Səlahət Ağayev, inanmılıdır. Növbəti oyunu hazırlamaq baxımından da bugünkü oyunda bir balaca yüklənməsi lazımdır. Asif Məmmədov, Zinyov, Səlahət çıxdı, risk eləmədi rəqibinin ayaqlarına girməyə, penalti ola bilərdi. Asif Məmmədov bir toxunuşa cərimə meydançasına, Vik boşdu, dərhal hesab açmaq olar, amma istədiyi zərbəni indirə bilmir Theo Viks. 48-ci dəqiqədə bütün oyun boyu belə təhlükəli vəziyyət olmamışdı. Bu qədər asan zərbə vurduğu, yəni qapı vurduğu futbolçunun epizodu olmamışdı Theo Viks. Bəlkə də gözləmədi topun gəlib qarşısına düşə biləcəyini, amma hərçənd başını düz qoya bilir. Müdafiəçidən qayıdır. Qayıdan top yenidən tərlandı Ruslan. Nizami Hacıyev sol ayaqla zərbəsi və Bizatoslu. Interin cavabı çox özünü gözlətmir. Bir dəqiqə keçməmiş onların da real qol vəziyyəti. Topu Salcatdan Asif Məmmədov açılır müdafiəçinin arasında. İlkin Qırtımov özünü yetirir. Biraz sürət azaltdı. Zinyov yenidən cərimə meydançasında onun zərbəsi. Sıçrayışla və son toxunuş Interli futbolçudan idi əvvəlcə müdafiəçidən. Sonra səhv eləmirəmsə Səlahət Ağayev də orada müdaxilə edən topa və ikinciyə yollandı. Zinyovun özünün başladığı hücum özü də bitirdi. Asif Məmmədov orada zonaya göndərir topu. Skarlatake'nin ayağına toxunuş var. Xəbər verir. Cərimə meydançasına göndərilən top Verlidovun başından. Top qaçdı burada, 50 oyun var. Rauf Cabbarov həmin o nöqtəyə göstərir. O nöqtəni ki, futbolçular çox sevir. O nöqtə ki, qapı xəttindən 11 metrlik məsafədə yerləşir. Interin etirazları var. Təkrarını izləyək. Top yerdə burada bir şey görmək çətindir. Burada bəli, bu arada İlkin Qırtımovun yerdə olduğu halda burada da toxunuş vardı, amma əli bağlıydı. İkinci epizod.
burada yerdə artıq əli hərəkətli şəkildə bu epizod bəlkə daha açıq şəkil göstərə bilər. Topa çatmış var, topun görsəlir ki, bəli. istiqaməti də dəyişir. Məncə Rauf Cabbarovun düz önündə idi bu epizod. Sarayev bilir Kvekveskili necə vurur penaltini. Tez-tez vururlar. Amma Kvekveskili də onu bildiyini bilir. İti gözləyir hər kəs. Rauf Cabbarovdan gəldi işarə. Kvekve yaxınlaşır. Kvekve və Sarayev tanımaq bax budur. Komanda yoldaşını tanımaq. Sabiq komanda yolu və burada dərhal top az qala. Qapıdan keçəcəkdi. Topu qaytardıqdan sonra hər şeyin qurtardığını, bitdiyini bilirdi. Və sonradan sonra dayıldı. Penaltini Qəbələ. Görünür, məşqlərin təsiri öz sözünü deyir burada. Xatırladı. Səad ümumiyyətlə 11 metrlərdə doğrudan da yaxşıdır, yəni oxuya bilir oyunu. Artıq meydanın mərkəzində itkilər nisbətən azalıb, birinci hissəyə nisbətən. Dərhalda top pas keyfiyyətinin artırması və bu zərbə Kvekveskilidən. Kvekvedən belə zərbələr tez-tez görməyə mümkün. Gözəl qol vurmuşdu Xəzərlərin qapısına ötən mövsümlərindən biri. Arabir alınır, Arabir çərçivəyə düşür, bu dəfə düşmədi. Zinyov. Wiks başı ilə topu saxladı, qarşısına atdı, çevrilib dərhal zərbə indirdi. Ramazanov indi sağda peyda oldu. Son bir neçə dəqiqəni Nizami ilə yerlərini dəyişiblər. Deniz. Onun topa iki toxmuşdur zəfərlərimiz. Fuad Bayramov. Ramazanov. Abbas Ramazanov. Cərimə meydançasına Ağabala Ramazanov təhlükəlidir. Toxunuş. Mesatosla qayıtdı qayıdan topa. Fərdiz Fərcad Azadın müdaxiləsi verilib. Uzaqlaşdırır, topu az qala qapıdan keçəcəkdi. İndi bu da Ağabalanın əslində oyunu. Yəni qısa yerdə tez bir zamanda dəs eləmək. Yəni o ikili mübarizələr, ondan sonra hava topları Ağabalanın üstün tərəfi deyil. Bu cür situasiyalarda amma çox kəsərlidir. Bucaq iti idi və müdafiəçidən də orada. Vura bilər. Camalov. Camalov ilə üzrə. Bu Azoviçdir əlbəttə. Azoviçin zərbəsi. Heyət baxımından böyük dəyişiklik olmayacaq, bir mərkəz müdafiəçisi olsun, dəyişiklik olsun. Stankoviç, Santos və Stankoviç verini durdursun. Ağabala biraz mühərriki işə sala bilər. Buradan zərbəsi Ağabalanın yaxşıdır. Amma top qapının üstündən keçir. Baxışına. Daha 30 saniyə bəlkə oynamaq imkanı verə bilər. Bəlkə də verməz. Spit ağzında və bu spit səsi Dalğa Arenanın tribunalarına yayılır. İkinci turun mərkəzi maçlarından biri Qəbələ Inter başladığı kimi bilir. 0-0.